Herkese salam dostlar. Bugün uzun aradan sonra sizlerle birlikte Brawl Stars videosu çekeceğim. Bugünkü məqsədimiz 5 dəfə aşamalı modda biz udmalıyıq. Çünki görevlərdən bizdə 2 də 5 savaş qazanmalıyıq aşamalıdan. Və hərəsi də mini ikisi bir yerdə mini XP eləyir. Bununla birlikdə biz həmçinin 300 kredini də alacağıq ki, bu biz üçün çox sərfəlidir. Mən dünən oynadım Poco'la, onunla qazandım. İndi gəlin keçək növbəti oyunumuza. Baxaq, qalib gələ biləcəyimi keçək. Dostlar, bu arada bu videoya like atıb şərh yazmağı unutmayın. Həmçinin kanalıma da abunə olaraq mənə dəstəkləməyi unutmayın. Dostlar, ödül avı gəldi. Mən burada Spike'ı götüreceğim. Dostlar, sesini azaldım. Dostlar, əməlli güclü o qədər də deyirlər güclü. Mortis biz üçün çətinlik yaratmaz çünki. Dostlar, ilk adamı bir yerdə öldürdük. Dostlar, mən burada bunu öldürəmədim. Dostlar, yaxşı. Ax. Dostlar, bizim burada funksiyamız nədir bilmədim. Çünki heç bir nəfər də öldürməmişik. Dostlar, o qaldı orada tək. Dostlar, mən öldürsələr də yenidən mən canını azaltdım o birisini. Dostlar, mən bilmədim bu oyunda nə oynadımsa. Elə bir dəfə ölmüşəm, elə davam elədik. Həmçinin burada 40 savaş qazananda 10 dənə yeni il qutusu verəcək və 3000 XP verəcək. Onları qazananda da onu da videosunu çəkib kanalımda paylaşmağı unutmayacağım. Həmçinin dostlar, gəlin girək növbəti oyunumuza. Baxaq bu dəfə nə gələcək. Knockout gəldi. Dostlar, burada məncə yenə Spike'ı götürsəm məncə daha yaxşı olar və daha uyğun olur. Dostlar, həmçinin başqa necə videoların gəlməyini istəyirsinizsə şərhlərdə paylaşmağı unutmayın. Üzr istəyirəm, yazmağı unutmayın. Dostlar, güclü gəldilər. Mina. Dostlar, hər 2 dəfə atmışam. Dostlar, mənə də öldürdülər. Dostlar, məncə bu oyunu uduzacağıq. Mina öldürdü bizi. Dostlar, keçirik hücuma.
Dostlar burada mən də hasar verə bilmədim. Həminki taktikana yenə də oynasaq məncə qalib gələ biləcəyik bu oyunu. Əfsuslar olsun ki, mən məğlub oldum. Deyəsən, qalib gələ bilərdik, amma biraz takım yoldaşımın gücü çatmadı. Yəni növbəti oyunumuza keçək. Dostlar, ödül avı gəldi. Mən burada Spike seçeceğim. Dostlar, indi baxaq bu oyunda biz qalib gələ biləcəyikmi, yoxsa məğlub olacağıq. İnşallah qalib gələ bilərik. Rəqiblərimizə baxaq. Rəqiblərimiz də güclüdür. Squeak, Leon. Bizdə də güclülər var. Kit. Sonra dostlar, həmişə ilk atışı eləyib arxaya qaçmağı daha üstün görürəm. Dostlar, gel. Dostlar, öldürdük və 6 xal əldə elədik. Deyəsən mən yox. Dostlar, mən də öldürdüm onunla birlikdə. Dostlar, gəlin keçək növbəti şahs. Dostlar, gəlin keçək. Dostlar. Dostlar, öldürdüm o birisini də. Dostlar, hər an yanımıza yaxınlaşa bilərlər. Dostlar, məni öldürdülər orada, ona görə məğlub olduq. Mən də 4'ün 1'i oynadım. Dostlar, əlim səhvən toxundu. Savaşçılar, gəlin burada savaşçımızı dəyişib, fulumuzu yaxşı savaşçı qoyaq. Baxaq hansını qoysaq daha qəşəng olar. Məncə gəlin bunu qoyaq. Biznesmen kişi. Biznesmen Mr. Bo. Növbəti oyunumuza keçirik. Savaş topuda Spike seçeceğim. Bence daha uygun olar Spike bu. Dostlar, bu arada bir oyun udmuşuq, 2 oyun məğlub olmuşuq. Halbuki o bir oyunda, bundan əvvəlki oyunda qalib gələ bilərdi, amma bəxt üzümüzə gülmədi. Ona görə keçdik bu oyuna ki, qalib gələ bilir.
Dostlar, cinah boyu irəliləyirəm. Dostlar, məğlub olduq. Heç nə olmaz dostlar, deyəsən orada gol gəlir. Bəli, dediyim kimi gol gəlir. İkinci golu atsaq, burada qalib biz gələ bilərik. Dostlar, qapının dibində qalmışdım dostlar. Çata bilmədim. Oradan kontra-ataka çıxsalar çox pis ola bilər biz üçün. Dostlar, bunu da eləməmək üçün bütün cinahlardan bağlamalıyıq onların yolunu. Dostlar, çətin olacaq bu. Dostlar, çatmadım mən orada. Gol dostlar, Kraken bu nə attı, vurdu və qalib gəldik. Özü deyəsən dostlar, Brawl Pass oyuncudur və ikinci oyunumuzdur ki biz qalib gəlirik. Hadi üçüncü oyunumuzda da qalib gələk. Keçək növbəti oyunumuza. Dostlar, baxaq, elmas qapmaca gəldi. Mən elmas qapmacanı çox da xoşlamasam da məcbur oynayacağıq. Başqa necə oyuncularım olduğumu. Dostlar, keçdik növbəti oyunumuza. Dostlar, bu arada bundan sonra Trunk videosu da gələcək. Həmçinin başqa hansı oyuncularla video gəlməyini istəyirsinizsə onu da kanalda, yəni şərhlərdə yazmağı unutmayın. Dostlar. Dostlar, 10 dənə qazanıb geriyə qayıdıram. Dostlar, biz qalib gəldik. 2 nəfər öldürdüm və yıldız oyuncu oldum. Burada mənə 2 nəfər əsasən daha çox xalları olanları öldürdüm. Bu keçək növbəti oyunumuza, son 2 oyun. Dostlar, yenə elmas qapmaca verdi. Düzü qalib gəldi, amma mən yenə də çox xoşlamıram bu elmas qapmacanı. Məğlub olma şansım daha çox olur, çünki mən elmas qapmacada o qədər də güclü deyiləm. Dostlar, keçdik növbəti oyunumuza və burada qalib gəlmə mənsəbimiz.
Dostlar dediğim kimi. Dostlar bu gizlənsin, biz onu qorumaya çalışaq. Dostlar qalib gəldik. 5-ci oynayaraq qalib gəldik. Rədd edirəm dostlar. Bu videoda tək oynamaq istəyirəm. Son bir oyun. Axırıncı oyunumuzdur. İnşallah qalib gələrik. Dostlar inşallah axırıncı oyunumuzda Spark'la udarıq. İlk oyunumuzda Spark'la udduk. Axırıncısını da Spark'la udarıq. Dostlar gəlin keçin növbəti oyunumuza. Dostlar bu çətin ola bilər biz üçün çünki Mortis deyib görmədim. Dostlar keçək. Dostlar biz de bu komandada katkıya bulunduk. Dostlar son andaki o müdaxiləm çox qəşəng oldu. Dostlar elə onu da məğlub elədik və qalib olduq. Mən 3-0 oynadım. Diğer oyuncu 3-1 və Marokko'da gecə 3-0 oynayaraq qalib gəldik və altın 2 olduq və buradan 200 Propast IP ödülləri gəldi. Həmçində 500 XP'miz gəldi. Dostlar beləliklə videomuzun sonuna gəldik. Videomu izlədiyiniz üçün təşəkkür edirəm. Belə videoların gəlməyini istəyirsə şərhlərdə yazmağı unutmayın. Like atıb abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. O biri videolarda görüşənədək.